Sizcə pencəyin laskanındakı bu ilmək nə üçündür? Pencəklər Britaniyada yarandığı üçün orada havalar nəmişli və soyuq olur və orada pencəklər ilk zamanlar qalın materiallardan olurdu. Tweed, flanel və s. və qış vaxtı, soyuq vaxtı pencəyin yaxalığını düymə ilə bağlayırdılar. Çünki bir düymə burada olurdu, ilmək isə burada. Bir müddətdən sonra demək olar ki, bu düymələr yoxa çıxdı və ancaq bu hissə qaldı. Amma onu da istifadə etməyə başladılar. Məsələn, hər hansı bir şənliklərdə, toylarda və s. bura gül qoyurlar. Ona görə bu ilməyin adı butonyerdir. Azərbaycanda bu söz yoxdur deyən, ona da butonyer demək olar. Bəzən bura iynəli nişanlarda taxırlar, amma onun əsas məqsədi ora xüsusi gül qoymaq lazımdır. Bura taxılan güllər ayrıca satılır xarici olan mağazalarda. Azərbaycanda belə istifadə olmur, amma bəzən Amerikan filmlərində görə bilərsiniz ki, bu hissədə gül olur. Təəssüf ki, bizim toylarda belə bir şeylər istifadə olunmur, amma istifadə oluna bilər. Bəs siz bura nə taxırsınız?